знаете, сколько я пережила? 8,5 года. Это же, я вам скажу, это же не шутка, а? Что я плохо сделала, а? А вы скажите мне, ради Бога. Barmağımı paslı sancaqla deşib qanımı içirəm. Bu cümləni bir qadın ölüm qatarında demişdi. 6 gündür acı idi. Qarşısında isə çörək vardı. Sadəcə bir şərtlə. Ərindən imtina etsəydi, bir kağıza imza atsaydı, boşanma ərizəsini yazsaydı, o azad olacaqdı. Sibirə göndərilməyəcəkdi. Övladlarından ayrılmayacaqdı. Amma o qadın çörəyi yox, qanını seçdi. Çünki həmin imza artıq güllələnmiş bir insanın adını ləkələyəcəkdi. Bu qadının adı Şükriyə xanım idi. Əhməd Cavadın həyat yoldaşı. Я сказала, что пока мой от этой сердца дышать буду, мой муж будет честный и честный, честный. Azərbaycan tarixində çox faciələr yaşanıb, amma elə talihlər var ki, onları oxumaq yox, dinləmək də ağırdır. Çünki burada söhbət təkcə repressiyadan getmir. Burada söhbət bir qadının ləyaqətini acılıqdan, sürgündən və ölümdən üstün tutmasından gedir. Bugün danışacağımız hekayə məhz budur. ...1937-ci il. Sovet İttifaqında böyük terror artıq başlamışdı. Minlərlə ziyalı, müəllim, yazıcı, alim və dövlət xadimi xalq düşməni damğası ilə həbs olunur, güllələnir və ya sürgünə göndərilirdi. Azərbaycan da bu qanlı dalğanın mərkəzində idi. İlk hədəflərdən biri isə Azərbaycanın istiqlal ruhunu yaşadan böyük şair Əhməd Cavad oldu. Martın 21-də Azərbaycan Sovet Yazıçılar İttifaqının iclasında uzun ittihamlardan sonra o xalq düşməni elan edildi və Yazıçılar İttifaqından çıxarıldı. Bu qərar sadəcə bir şair haqqında deyildi. Bu qərar bütöv bir ailənin taleyini dəyişəcək hökmü idi. Əhməd Cavad Batumidə işlədiyi illərdə Şükriyə Bejanidze ilə tanış olmuşdu. Şükriyə xanım Macarıstanın nüfuzlu zadəgan ailələrindən birinin qızı idi. Atası Süleyman bəy Bejanidze bölgənin hörmət edilən adamlarından sayılırdı. Gənc Şükriyə ailəsinin etirazına baxmayaraq Əhməd Cavadı seçdi. Onunla evləndi. Ata ocağını tərk etdi. Bütün həyatını bu insana bağladı. Heç kim bilmirdi ki, bu sevgi onu gələcəkdə tarixə çevriləcək bir sınağa aparacaq. 1937-ci ilin payızında Əhməd Cavad həbs edildi. İttiham ağır idi. Əks-inqilabi millətçilik fəaliyyəti. 12 oktyabr 1937-ci ildə SSR Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası onun haqqında ölüm hökmü çıxardı. Şair güllələndi. Lakin ailəsi bunu dərhal öyrənmədi. Şükriyə xanım da artıq həbs olunmuşdu. O, Bayıl türməsində saxlanılırdı. Həmin həbsxanada vaxtilə onların evində qulluqçu işləmiş Mariya Sergeyevna ilə qarşılaşdı. Mariya ona dedi, sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda 40 dərəcə qızdırma ilə gətirmişdilər. Bu xəbər Şükriyə xanım üçün ölüm hökmündən də ağır idi. O, Əhməd Cavadla görüşmək istədi. Yalvardı, gözlədi, amma cavab dəyişmədi, rədd. Sonralar istintaq materiallarından məlum oldu ki, həbs zamanı Əhməd Cavadın üzərindən bir bel kəməri, qalstuk, ayaq rezini və Nikolay dövrünə aid 7 qızıl beşlik götürülmüşdü. Bir insanın həyatı bir neçə əşyanın siyahısına çevrilmişdi. Sonra növbə Şükriyə xanıma çatdı. Bir gün İçəri şəhərdəki evlərinin qapısı döyüldü. 3 nəfər qara paltarlı adam içəri girdi. Ona dedilər, bizimlə gəlməlisən. Onu Bayıl qalasına apardılar. Qaranlıq otaqda sorğu başladı. Müstəntiq qarşısına bir kağız qoydu. Sən Axundzadə soyadından imtina edəcəksən. Yenidən Bejanidze soyadını götürəcəksən. Yəni ərizə yazıb Əhməd Cavaddan boşanacaqsan. Əvəzində azad olunacaqsan. Evə qayıdacaqsan. Əks halda səni Sibir sürgünü gözləyir. Bu təklif sonradan Mircəfər Bağırov tərəfindən də təkrarlandı. Amma Şükriyə xanımın cavabı dəyişmədi. Stat: bəlkə də Cavadı güllələyəcəklər, amma mənim boşanma ərizəm ona o güllədən də ağır gəlir. Mən Əhməd Cavada görə atam Süleyman bəy ayaqlayıb ona qoşulub qaçmışam. Cavadı heç vaxt ayaqlamaram. Statın sonu. Bu sözlərdən sonra qərar verildi. O, vətən xaininin arvadı kimi həbs olundu. Qazaxstana sürgün ediləcək qadınlardan biri oldu. 47 qadın, bir vaqon, 3 gün ayaq üstə. Ac, susuz. Nəfəs almağa yer olmayan qaranlıq dəmir qutu. Amma Şükriyə xanımı ən çox qorxudan aclıq deyildi. Qadınlar tezliklə başa düşdülər ki, onları müşayiət edən Rus əskərlərinin niyyəti
yalnız nəzarət deyil. Şükriyə xanım dəhşətli qərar verdi. Tualetə keçdi. Alt və üst paltarlarını çıxardı. Tualetin döşəməsini onlarla sildi. Saçını, üzünü, bədənini murdarladı. Məqsədi yalnız bir idi. Əskərlər ona yaxınlaşmasın, iyrənsinlər. O öz ləyaqətini qorumaq üçün özünü bilərəkdən murdarladı. Yol uzandıqca aclıq dözülməz həddə çatdı. Əskərlər qadınlara müxtəlif rəzil şərtlər qarşılığında çörək təklif edirdilər. Şükriyə xanım isə heç nəyə razı olmadı. 6-cı gün yanındakı qadın artıq heyrət içində idi. Sən ac deyilsən, necə dözürsən? Və tarixə çevrilən cavab gəldi. Barmağımı paslı sancaqla deşib qanımı içirəm. İnsan bəzən yaşamaq üçün yeməkdən yox, inamdan qidalanır. Şükriyə xanım həmin gün qanını içirdi. Amma əslində o, Əhməd Cavadın adını qoruyurdu. Sürgün bununla bitmədi. Onu Qazaxıstanın məşhur Aljer düşərgəsinə göndərdilər. Bu düşərgənin tam adı Vətən xainləri qadınlarının Akmola düşərgəsi idi. Tarixin ən qəddar qadın düşərgələrindən biri. Şükriyə xanım burada düz 8 il yaşadı. Odun doğradı, yük daşıdı, dərzilik etdi, aşpazlıq etdi. Ən ağır fiziki işlərdə çalışdı. Bu illərdə ailəsi tamamilə dağıldı. Böyük oğulları Niyazi və Aydın həbs olundu. Kiçik övladları Tuqay və Yılmaz müxtəlif uşaq evlərinə göndərildi. Ana öz uşaqlarının harada olduğunu bilmirdi. Когда я нашли, они мне сказали: мама, ты где была? Я говорю: знаешь, этого не спрашивайте, детям говорила. Потому что не хотела, чтобы дети тоже огорчали. Я говорю, мы жили в Казахстане очень хорошо. Вот. Uşaqlar isə analarının sağ olub olmadığını. Aljerdə onun haqqında qəribə bir xatirə yaşayırdı. Dustaq qadınlar deyirdilər ki, o həmişə təmiz görünürdü. Ən çirkli şəraitdə belə, ən ağır günlərdə belə parlaq mavi gözləri ilə insanlara ümid verirdi. Ona mavi gözlü mələk deyirdilər. Bu ad təsadüfi deyildi. Düşərgədə insanlar fiziki gücdən əvvəl mənəvi dayaq axtarırdılar. Şükriyə xanım isə həmin qaranlıq dünyanın içində ləyaqətini itirməyən nadir insanlardan biri idi. Həmin düşərgədə başqa bir böyük faciənin şahidi də vardı. Mikail Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə. İki qadın, iki şairin taleyi, bir sürgün, bir ümidsizlik və bir-birinə dayaq olan iki insan. 1945-ci ildə cəza müddəti başa çatdı, amma azadlıq gəlmədi. Sovet hakimiyyəti onun Bakıda yaşamasına icazə vermədi. O, Əhməd Cavadın ata yurdu olan Şəmkirin Seyfəli kəndinə getdi. Yalnız 1955-ci ilin iyulunda üzərindən xalq düşməninin arvadı damğası götürüldü və rəsmi bəraət aldı. Sonrakı illərini pərən-pərən düşmüş övladlarını axtarmağa sərf etdi. Onları tapdı. Parça-parça olmuş həyatını bir-bir yenidən toplamağa çalışdı. Amma heç nə əvvəlki kimi olmadı. Ömrünün sonuna qədər Seyfəli kəndində yaşadı. Sındırılmadı, əyilmədi, unudulmadı. Əhməd Cavad bir vaxtlar onun haqqında belə yazmışdı. Şükriyə, taleyim, şükür Xudaya. Gördüyüm doğrumu, yoxsa pək röya? Dolub rəyimə bu dadlı xülya, şirin günlərimi sürmərəm sənsiz. Bu misralar sonradan taleyin qəribə hökmünə çevrildi. Şükriyə həqiqətən də Cavadın taleyi oldu. Əri güllələndi, özü sürgün edildi. Uşaqları əlindən alındı. Amma o, son nəfəsinə qədər bir şeyi qorudu. Əhməd Cavadın adını və insan ləyaqətini. Tarixdə çox qəhrəman var. Amma bəzən ən böyük qəhrəmanlıq silahla yox, bir boşanma ərizəsini imzalamamaqla yazılır. Bəzən insanın bütün müqaviməti bir cümləyə sığır. Barmağımı paslı sancaqla deşib qanımı içirəm. Və həmin cümlə bütöv bir xalqın yaddaşına çevrilir. Jale Rövşən, Namiq Abbasov, Today Press TV.